Tapmışam. Gel bura. Gel. Gel hoş gelmişsin. Gel kardeş gel. Tapdım. Gelin Vişnevka'ya. Vişne yemeye. Vişne yok değil. Ha, 4 sotda. Ha, bu da evimiz. 4 sotda Vişnevka'da Albalda. Qiymət də münasibdir. 148 min, eləmi? Sənəd də qaydasındadır. Paket kupçadır. Torpağın da evində sənədi var. İpotekaya düşür. Həyətinə 3-4 dənə maşın rahat girir. Elə yaşıllığı, pultla qapı. Bura bisetkasıdır. Endirim də olacaqdır, amma kosmik endirim gözləm. Otaqlar da böyükdür ya. Otaqlar da böyükdür. Həyəti tam etdi. Və havaya bax, gəlin deyir Albalıya albalı yeməyə, Vişnevka'ya vişnə yeməyə. Vişnevkalı elədin qoydun məni də qardaş. Vişnevkalı elədin qoydun məni. Buyur. Bir dənə də bir şey göstərmək istəyirəm. Bu da bir önəmlidir də. Bax, evin sol tərəfindən keçmək olur. Nə boyda da orada açıq məsafə var. Yəni ki, ərazi var. Gəl bura. Bax. Fikir verirsiniz. Bax, evin böyük hissəsidir, bir də arxa hissəsidir. Trapuz adı hamısı qoyulub, su axmırsın. Yəni su getmir heç yerə. Hə, bax fikir ver. Bax, burada da. Gördün? Evin arxasıdır. Hə. Tam çəkdim, göstərdim ki, bu hissədə qaranlıq qalmasın. Bir dənə su. Yaxşı, gəl. Hə. Gəl bura. Çəkirsən? Gəl. Daha Vişnevka'dan kim baxırsa bir dənə bəyan işarəsini vursun. Burada böyle sağda, burada plus işarəsi var, müsbət. Ona basın, kanala abunə olun ki, baxın videolara. Evimiz hamısı istif oldu. Bura mətbəxdir. Salat rəngdə, bax belə bir aboydur. Pəncərələr də bax belə böyük pəncərələrdir, vitrajdır. Qapılar da bura şeyə uyğundur, bax. Bu qapı, bax, yaşıldır, görürsən. Koridoru, geniş koridoru var. Baxaq qonaq otağımıza. 4 otaqlıdır. Vay dədə, qonaq otağına bax. Gör nə boydadır. Ha, nə qədər? 35 var rahat. 35 var rahat. Otaqlar böyükdür yəni, normaldir. Bəyan işarəsini basmağı unutmayın. Kanala da abunə olun. Və 3 dənə yataq odur. Bir dənə, hə, bax, bir dənə bax budur. Bax, bir dənə bu otağın, hə, bunun pəncərəsi yoxdur. Bu da nəyə görə? O tərəfdə həyəti, qonşunun həyətidir. Ona görə qoyulmadı ki, yəni problem yaranmasın da, başqa problemi yoxdur. Qoymaq olar, yuxarıdan qoymaq olar. 30 santi, hə. Yəni birinci yataq olur, sanuzeldir, hamam tuvaletidir. Normaldir, genişdir. Bu ikinci yataq otağıdır. Bax, bu yataq otağının içində də, burada bax, belə bir sanuzel var. Yəni evimizin içində 2 hamam tuvaleti var. Biri otağın içindədir. Biri də ki, koridordadır. Qiymət söhbəti var da, qiymət budur, qiymət. Normal qiymət. İşitmə qiymət deyil. 1, 2, 3-cü yataq otağı. Bu da 3-cüdür. İpotekaya düşür, yəni sənədləriniz hazırsa, ipoteka düşürsə sizə, bu müraciət edə bilərsiniz sənədləri qaydasını və bu da sonuncu yataq otağı. Amma qulaq asma, 3 yataq otağı eləmək olar. Buranı otaq eləməsən, kladovka eləmək olar. Amma belə götürəndə 4 yataq otağı eləyir, 4 dənədir. 4 yataq otağı, bir dənə də qonaq otağı, mətbəx qadı. Ev böyük ya, 180 kvadrat var. Hə. Zənginizi gözləyirəm, gəlin 070 858 31 44. Normaldir, yaxşıdır, qəşəngdir bax. Hə, yeri də yaxşıdır. Yəni suyu zadı hamısı qaydasındadır. Sayğacı, şirin suyu, hər şey var. Yəni bir dənə veşinizi gətirib mebelinizi yığdırırsınız və salam. Kim alsa Allah xeyir versin. Sağ olun.